qardaş. Bir qardaş soruşur ki, əgər bir insan qadınla zina eləyərsə, o zinadan uşaq əmələ gələrsə, sonradan bunlar evlənərlərsə həmin adamla, o uşaq həmin adama nisbət olunur, həmin kişiyə nisbət olunur. Orada alimlər bu məsələni fəqihlə bəhs ediblər. Bir qrup alimlər deyiblər ki, məsələn, kişi bir qadını zina edib, Allah sağ eləsin. Övlad dünyaya gəlib. Düzdür. Sonra həmin o qadından evlənib. Nikah, kəbin. Şəriət çərçivəsində, qaydasında. O, həmin uşaq yoxdur. O, kimə nisbət edilir? Burada alimlər, fuqaha dəlillərə baxandan sonra dəlillərə baxıb bəhs ediblər. Bir qrup alimlər, cumhur alimlər deyiblər ki, anaya nisbət edilir. O, ataya nisbət edilə bilməz o uşaq. Yəni, zinanın səmərəsi, zinanın səmərəsidir axı, övlad. Düzdür. Bu deyir, imkan vermir, ataya nisbət edilsin. Bu, cumhur alimlər deyir. Yəni, ananın uşağıdır. Bir qrup alimlər də deyiblər ki, az bir qism alimlər yox, fərqi yoxdur. Madəm ki, yəqin olaraq bilinsə ki, kişinin suyundandır, məni, düzdür, dəqiq olaraq bilinir yəqin, onda deyiblər ki, ataya nisbət olunur şəriətlə. Məsələn, müasirlərdə Şeyx İbn Hüseymin bu görüşü deyir. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüş tərcih edib. Amma Allah daha doğrusu bilir, birinci görüş haqqa daha yaxındır ki, o zinanın səmərəsi heç vaxt ataya nisbət ola bilməz, ananın uşağı. Ataya nisbət ola bilməz, yəni atalıq haqqı yoxdur. O, ümumiyyətlə oğul ata əhkamlar yoxdur şəriətdə. Bunu götürə bilmir üzərinə. Yəni o mənada, nisbət o mənadadır. Təbii ki, onun uşağıdır, amma nisbət edilir kimə? Artıq orada şəriətdə əhkamlar var axı. Oğul, ata, miras filan filan bu kimi şeylər var da. Əhkamları götürə bilir yoxsa yox? Cavab odur ki, məsələdə ki, görüş var, Allah daha doğrusunu bilir.